içində olan müsəlmanlar üçün nə etməyi, dua etməyi, Allahdan onlar üçün nə etməyi, yardım etməyi lazımdır. Və deyilir ki, bu günləri müsəlmanların zəifləməsi, qardaşlığın pozulması, həmçinin müsəlmanlar arasında çoxlu yersiz olan zənlərin bir çoxalması, yalan böhtanların artması, qeybətin, həsədin, paxıllığın, qəzəbin, müsəlmanların bir-birinə olan qəzəb, kin, kudurət atması, bunlar hamısı səbəbdir ki, bu günləri müsəlmanlar zəifləyib, kafirlərin əlində deyir, oyuncağa çevirir. Subhanallah. Ona görə də deyilir ki, biz qardaşlarım böyük bir ibadəti, qardaşlıq olan o ibadəti biz tərk etmişik əksəriyyətimiz. Vallahi ki, bu dərsi hazırlayanda qarşıma elə bir hədis çıxdı ki, o hədisi bir neçə il bundan əvvəl hər xütbədə, cümə xütbəsində, hər tələbə danışanda mən daim o hədisi eşidirdim Allahın ağızlarından. Lakin neçə illər idi mən bu hədisi eşitmirdim. Bu hədisi eşidəndə doğrudan mənə təsir gəldi ki, subhanallah, vaxt var idi, biz bu hədisi hər dəfə eşidirdik. Ona görə Şeyx Albani Rahiməhullah deyir ki, mən hələ görməmişəm belə bir müsəlman ki, bu hədisə əməl etsin, bu hədislə yaşasın. Subhanallah. Ona görə deyir ki, böyük bir ibadəti, o qardaşlıq ibadətini əksəriyyətimiz tərk etmiş. O qardaşlıq ki, alimlər deyirlər ki, tövhid üzərində olmalıdır. Tövhid üzərində tək Allahlıq, tək Allah ibadət və muvahid olan bir kimsə o ibadəti, yəni o qardaşlığı nə etməlidir? Olmalıdır. Çünki sən bilməlisən ki, əgər sənin qardaşın tövhid əhlidirsə, onu sevirsən Allah üçün. Onu Allah üçün sevirsən. Və deyir ki, bu qardaşlıq da mal üzərində olmamalıdır. Mala, dövlətə, pula görə olmamalıdır. Bu qardaşlıq qohumluq münasibətlərinə görə olmamalıdır. Bu qardaşlıq millətə görə olmamalıdır. Bu qardaşlıq yalnız və yalnız nə üçün olmalıdır? Allah rızası üçün olmalıdır. Allah rızası üçün. Bax, onda o qardaşlıq həmişə fayda verir. O qardaşlıq nədir? Xeyir verəcək. Ona görə də Şeyx Albani Rahiməhullahın o dediyi o hədis Ənəs ibn Məlikdən gəlir. 40 hədis kitabında var o hədis. Peyğəmbər s.ə.v buyurur ki, sizdən hər hansı bir kimsə özünə arzu etdiyini öz qardaşı üçün arzu etmədikcə iman etmiş olmaz. Subhanallah. Özünə arzu etdiyini öz qardaşın üçün istəmədikcə, yəni deyilir ki, təfsirində sizdən hər hansı bir kimsə nəfsi istədiyini, sevdiyini, arzuladığını öz qardaşı üçün istəmədikcə, sevmədikcə iman etmiş olmayacaq o insan. Subhanallah. Bizə nə deməkdir bu hədis? Şeyx Albani Rahiməhullah deyir ki, mən görmədim əməl edən, bu ilə yaşayan. Yəni, əgərləri misal üçün, mən bu günləri bir dənə qələm almışamsa, misal çəkirəm. Mənim imkanım varsa, mən bu qələmdən alıb qardaşıma da verirəm. Əgər məndə bu qələmə özüm üçün almışam, lakin qardaşım üçün almağa imkanım yoxdursa, mən ən azından onun üçün dua edəcəm ki, ya Rəbbi, bu qələmdən mənim qardaşıma da getir. Sahabələr Allah Rasulü s.ə.v-dən bu kəlmələri eşitdikdə, sahabə deyir ki, elə bir gün yox idi ki,